Onun üçündür ki, Allah yaddan çıxmasın. Öz əmridir bizə buyurur. Əhzab surəsində 41-ci ayə. Ya eyyuhəl-ləzîne âmenû uzkurullah zikrən kəsirə. Uzkurullah, zikr eləyin Allah'ı. Amma zikrən kəsirə. İndi elə 5 dəfə, 3 dəfə, yox. Müstəmirri, davamlı olaraq yad eləyin. Zikr-i kəsirin barəsində hədislər var. Bəzilərdə hədislərdə var. Deyir ki, zikr-i kəsir nədir? Soruşurlar İmam Sadiq əleyhissalamdan ya başqa imamlardan. O ki, Allah bizə deyir, zikr eləyin. Özdə zikr-i kəsir. Kəsir yəni çox. Çox zikr eləyin. Soruşdular Həzrətdən ki, zikr-i kəsir nədir? Çox zikr yəni nə qədər? Gündə neçə saat? Neçə saat zikrə deyərlər zikri kəsir? Bəzi hədislərdə var, Həzrət buyurdu, hər kəs namazlardan sonra, 5 vaxt namazdan sonra, xanım Fatimə-i Zəhranın zikrin desə, dəqiq, ədəbinə, gözəl, o zikri kəsirə əməl eləyib. Biri budur. Bir hədisdə var, deyir, əgər insan gecələr 11 rəkət namaz qılır, 11-ci rəkətdə, o bir rəkətdə, vətridə, əgər o bir rəkətdə 70 dəfə desə, əstəğfirullah Rəbbi və tubu iləyh, bu, o zikri kəsirə əməl eləyib. Zikri kəsirdən məqsəd budur. Bir hədisdə var, deyir, əgər bir insan gündə 100 dəfə Allahı yad eləsə, təsbihdə 100 dənə olur da, 101 dənə olur. Əgər 100 dəfə Allahı yad eləsə, Subhanallah, Allahu Ekber, Elhamdülillah, La ilahe illallah, bunlar hamısı Allahı yad eləməkdir. Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu Ekber, bu zikri çox mükəmməl bir zikridir, gözəl bir zikridir. Hətta tavafın hədislərində var ki, deyir tavafda bu zikirlərin hamısından ya bir çoxundan üstün fəziləti var. Bu Cəbrəil Həzrəti Adəmə öyrədib onu. Deyir, əgər insan zikr eləsə, indi hər zikr eləyir, ya təsbihat-ı ərbəə, ya Allahu Ekber, ya la ilahe illallah, bunları ki deyir, 100 dəfə desə zikri kəsirə əməl eləyib. Bu da bir hədisdir. Bir hədisdə başqa cürədir. Bir hədisdə bizə ayrı cür deyir. Deyir ki, bütün saatların hamısında gərək o yadından çıxmaya. Zikri kəsir odur. Bu ki, həriyə bir cür deyirlər, o bəşərin istedadıdır. Baxır ki, kim soruşur? O soruşanın səviyyəsidir. Onların hərəsinə bir şey deyib. Amma əsas söhbət zikri kəsirdə Həzrət buyurur ki, əksiru zikrəllah. Nə qədər bacarırsız Allahın zikrin çoxaldın. Məstətə'tum. Nə qədər imkanınız var. Fi kulli saatin minəs saat. Bütün saatların hamısında onu yadınızdan çıxartmayın. Əl-leyl və nəhar fə innəllâhə əmərə bi kisrətiz zikrilləh. Çünki Allah əmr eləyib zikri kəsir eləyəsən. Deyir zikri kəsir budur ki, bütün saatların hamısında Allahı qoymayasan yadından çıxan. Bir dənə hədisdir, o hədis deyir ki, hətta əgər zikri deyirsən, elə bil namaz üstəsən. Namaz qılırsan, zikri deyirsən. Onlar eyni şeydir. Onları da hətta deyir, eyni şeydir bir-biri ilə. Daha indi mən hədisi oxumuram ki, vaxt keçir. Deyir, əgər namaz qılırsan, elə bil zikri deyirsən. Zikri deyirsən, bazarda gedə-gedə, elə bil namaz qılırsan. La yazal el-mu'min fi salatin ma kana fi zikrillah qaimən kana o calisən o muztəciən. Deyir, yatıbsan, oturubsan, ayaq üstəsən,
Əgər zikr eləyirsən, namaz halında səni yazırlar. Yəni elə bilsən namaz qılırsan. Namazla zikri eyni sayır bir-biri ilə. Hətta bəzi hədislərdə var, deyir, qaimən və qaidən o fi suqik. Bazardasan, bazarda alver eləyirsən, amma zikr deyirsən. Zikr deyirsən, namaz haldasan. Bunun mənasında deyirlər ki, Allah bizə deyib, mən feyzimi sizdən kəsməyəcəyəm. Nə qədər kəsməyəcəyəm? Bir an, o saat ki sənin nütfə münəqid olub, ana bətnində nütfə yaranıb, indi Allah istəyir özünə bir bəndə yarada. Ana bətnində nütfə düşəndən ana bətninə bir an deyir Allah səni yadından çıxartmır. Orada ruziləri ödə verir, böyüyürsən, nəzərin kəssə böyüməzsən ki, elə o boyda qalarsan. Nəzərin kəssə. 10 gün nəzərin kəssə, 10 gün uşaq dala qalar, böyüməz. Deyir, bütün anıların hamısında mən nəzər eləyirəm sənə. Sən yaranandan sonra ta ölənə qədər bütün nəfəslərin mənim icazəminəndir, baxmaqların mənim icazəminəndir, danışmaqların mənim icazəminən, mərhəmətiminəndir, yeməyin, ruzi, hər şey ki mən sənə vermişəm, bir an səni yadımdan çıxartmayacağım. Mənim feyzim müstəmərridir. Müstəmər, yəni davamlı. Bir an kəsilməyəcək. Onun bərabərində, müqabilində səndən də zikr istirəm, müstəmər, yəni davamlı olaraq. Dedi, bəs biz onda yatırıq. Bəs biz onda bəzi hallarda Allahın zikr eləmirik. Dedi, yox, lazım deyir o. O da lazım deyir. Misal vurdular, dedilər adamın bir əzizi ölü. Məsələn, 40 gün yadından çıxmır, 6 ay yadından çıxmır. Çox böyük bir istədiyi insan əldən verib, dünyasını dəyişib. Əzalıdır bu. Amma 10 gündən sonra gedib iş yerinə, bir il işini tətil eləmir ki. Bazarda olan adamdır, gedib bazara, idarədə işləyən adamdır, idarəyə. Nə bilim, müəllimdir, gedib müəllimçiliyinə. Dərs deyir, bazarda alver eləyir, amma qəm ürəyindədir. Elə ah çəkir. O yadından çıxmır. Daşı qoyur tərəziyə, kartofu satır, amma o qüssə ürəyindədir. O dağ onun ürəyindən hələ getməyib. Deyir, necə o yadındadır, əzizün ki dünyadan gedib, amma eyni halda işlə görürsən. Deyir, bax, zikri yəni o. Gərək o yadından çıxmaya ki, onun pənahında yaşayırsan, onun mərhəmətində yaşayırsan, o yadından çıxmaya. Necə o bir an feyzin kəsmir? Deyir, sən də bir an onun zikrin yadından çıxartma. Hətta bazarda, hətta iş yerində, hətta toylarda, hətta gülə-gülə gülürsən. O qüssəli adamı güləndə görübsən. Əzizin əlindən verən adam 3 gün, 4 gündür əzizin əlindən verib. Ürəyi dağlıdır, amma bir gülməli hadisə olanda görürsən gülür. Amma dağ ürəyindədir, gülməyinə baxmayaraq. Deyir, bax, o cür yaşayasan, Allahı yadından çıxartmayasan. Ona deyirlər, zikri kəsir. Biri də şeytanın və hər birisinin əlamətləri var. Şeytanın partiyasının üzvlərinin əlamətlərindən bir neçə dənə danışmışıq. Biri də odur ki, o insanlar israf əhlidirlər. Hər bir kəs öz həyatında, bütün ömründə, yaşayışında israf əhli olsa, o əlamətdir ki, şeytanın tabilərindəndir. Quran buyurur, İnnəl mübəzzerinə kanu ixvanəş şeyatin.
İsra suresi 27. İnnel mubezzirin, o insanları ki israf ve təbzir əhlidirlər, o insanlar ki israf ve təbzir əhlidirlər, kanu ixvanəş şeyatin. Bunlar şeytanların qardaşlarıdır. İxvan, qardaşlar, şeyatin, şeytanlar. Və kânəş şeytanu li rabbihi lekefura. Li rabbihi kefura. Şeytan aydındır ki yolu Allah'ın yolundan başka yol değil. Aydındır ki o kafirdir. Aydındır ki o Allah'ın beraberinde özüne yol ayırıb. Ve cemaatı da istəyir apara öz yoluna. Buyurur, o gedənlərin əlamətlərindən biri budur ki, onlar israf əhlidirlər. İsraf və təbzir ikisi bəzən eyni mənadədirlər. Bəzən də fərqləri var. Mən bunların mənalarını deyim, israf nədir? İsraf odur ki, insan bir yerdə ki xərcləyir, həddindən artıq xərcləyə, qeyri həqqidə xərcləyə, yersiz. Buna deyirlər israf. Həddindən keçib, əgər xərcündə həddən təcavüz elədin, ona deyirlər israf. Məsələn, mən bir dənə köynək alaram özümə, qiyməti olar 30 manat, 40 manat, 50 manat. Bu bir dənə köynəyin təxminən qiymətidir. İndi bəzi yerdə də satırlar məsələn 300 manat, 500 manat məsələn. Mən həddimdə olan köynəyi almaram, pulumun çoxluğuna görə gedərəm bir dənə 5 qat baha alaram, 10 qat baha alaram. Onun məsələn əlaməti var, onun məsələn markası var, onun məsələn nəyi var. Belə-belə şeylərə görə ona deyirlər israf. Mənim məsələn telefonumda nömrə əgər bir nömrə olsa ki, lazım olanda onu yığalar, məndən danışalar, o bəsdir. Onu mən alaram məsələn 100 manata. Amma bir dənə nömrə seçirəm ki, onu verirlər məsələn 5000 manata. Onu verirlər 10.000 manata. Buna deyirlər israf. Maşın minirəm, mənə bəs eləyər 10.000, 20.000'lik maşın. Neynək 30.000'lik maşın? Gedərəm, maşın minərəm, məsələn 100.000'ə. Buna deyərlər israf. Bax, bunlar o şeylərdir ki, həddindən keçib, həddindən təcavüz eləyib. Həddindən təcavüz eləsə, deyirlər israfdır. Təbzir nədir? Təbzir bəzri sözündən gəlir. Necə toxumu səpərlər yerə, təbzir bax o mənaya gəlir. Hər bir xərc insanı fəsada çəksə, ona deyirlər təbzir. Fəsada çəkir, məntiqsiz xərcləyir. Məsələn, 2 nəfərik oturmuşuq istəyirik çörək yeyək. 5 nəfərin yeməyin gətirir, tökür ora. 2 nəfər qədər yeyilir, 3 nəfərin yeməyi tökülür zibilə. Ona deyilir təbzir. Sən bu hesabla gör bizim yaslarımızda, toylarımızda nə qədər israf olur, nə qədər təbzir olur. Bir nəfərin yeməyi olar 30 manat, 20 manat. Bir nəfərin yeməyinə əgər sən 80 manat, 100 manat danışasan restoranından, onun mənası gör nə olar.
İslam, müsəlmançılıq, israfın mənası, təbzirin mənası. Əgər mən deyirəm, sən denən ki, sən özündən niyə danışırsan? Əgər 50 nəfər oturmuşuq, çörək yeyirik, 50 nəfərə 200 nəfərin çörəyi gəlir, 100 nəfərin yeməyin tökürlər ora, qalanı tökülür zibil qablarına. Buyurur, İnnəl mübəzzirin kanu ixvanəş şeyatin. Bunlar şeytanların qardaşlarıdırlar. Bir partiyadadılar bunlar. Bir partiyanın içində yaşayırlar. Pəs, israfla təbzirin fərqi bilindi. Bilindi ki, israf nədir? Təbzir. Bəzən də ikisi də eyni mənaya gedir. İsrafla təbzir ikisi eyni mənaya gedir. Əli əleyhissalam buyurur, Əla, İnnə i'ta'əl mal fi qeyri haqqih təbzirun və israfun. Əgər bir malı xəşləyirsən, həddindən çıxdı, haqqından çıxdı, ona deyərlər israf və təbzir. İsrafla təbzir eyni mənaya gedir. Həddindən ki keçdi və huvə yərfə'u sahibəhu fid-dünya. Bəli, onu eləyənlər özlərinə məqam kəsb eləyirlər, məqam qazanırlar. Və yəzə'uhu fil-axirə. Amma axirətdə onların dərəcələri çox aşağı gəlir. Yukrimuhu fin-nas. Cəmaatın içində ağılsız cəmaat ona çox əzəmətlə baxır, toyu belə keçdi onun. Amma və yuhinuhu indəllah. Allah məhzərində çox təhqir eləyirlər onu. Şeytanın qardaşı bilirlər onu. Buyurur, bu diqqət lazımdır. Hər şeyi həddində, həddindən qoyma çıxa. Bir məsələ də var, iqtar. İqtar nədir? İsraf həddindən bir yana tərəf keçməkdir. İqtar da həddindən o yana tərəf keçməkdir. Əgər gətirirsən, məsələn, infaq eləyəsən. İnfaq nədir? İnfaq odur ki, möhtaca kömək eləyirsən. Bir yerdə ehtiyac var. Aparırsan, ora kömək eləyəsən. Quran Furqan surəsində 67-ci ayədə buyurur. Vəllezine izâ enfekû lem yusrifû ve lem yakturu. O adamları ki ihsan eləyirlər, infaq eləyirlər, yoxsula kömək eləyirlər, buyurur, lem yusrifû. Nə israfa yol verməzlər və lem yakturu, nə də iktara yol verməzlər. Adam var görürsən bağışlayanda həddindən artıq bağışlayır. Həddindən artıq ehsan eləyir. O da düzdür. Ehsan gör hara eləyirsən, nə qədər lazımdır, belə kömək elə. Nə qədər imkanın var, imkanın qədər kömək elə. Ondan artıq eləsən olmaz. Ondan əskih də eləməyəsən. Xəsislik eləyəsən. Əlini möhkəm saxlayasan. Ehtiyac var amma vermirsən, eləmirsən, kömək eləmirsən, bu da düzdür. Həddindən artıq tökürsən, o da düzdür. Hər şey öz həddində. Tilkə hududullah. Quran bizə deyir, mömin odur ki, həddi riayət eləyə. Həddindən nə bir yana tərəf, nə də o yana tərəf. Bu ayənin şərhində İmam-ı Sadiq əleyhissalamdan soruşdular. Həzrətdən soruşdular ki, ağa, bu ayənin şərhi nədir? Vəllezine izâ enfekû lem yusrifu və lem yakturu. Nə israf eləmir, nə də iqtar eləmir. Həzrətdən bunu soruşdular.
Və kana beynə zalikə qəvama. Bunların ikisinin ortasında. Ağa buyurdu, mən ənfəqə şeyən fi qeyri taətillah. Əgər bir insan bir malı Allah yolunda yox, qeyri taət yolunda, qeyri Allah yolunda, batil yollarda xəşləyir, fəhuvə mübəzzirun. O israf əhlidir. Və mən ənfəqə fi səbilillah. Əgər Allah yolunda xəşləyir, Allah yolunda xəşləsə, həddin riayət eləyəcək. Əgər Allah yolunda xəşləyir, fəhuvə muqtəsidun. Bu yolu düz gedib. Orta yol gedib. Sağa da çıxmayıb, sola da çıxmayıb. Hətta nəfəqə barəsində soruşdular. Bir insan öz arvadına nəfəqə verir, uşağına nəfəqə verir, uşağının xərcin verir, ya öz evindədir, ya talağın verib, amma çün uşaq arvadınandır, onun aylığın verir. Deyir, orada da Həzrətdən soruşdular ki, nə qədədir bir xanımın nəfəqəsi, bir uşağın nəfəqəsi? Həzrət buyurdu, ma beynəl məkruheyn. İki dənə mətləb ki, ikisi də pisdir. İki pisin ortası. İki pisin ortası nədir? Yəni, israf pisdir, iqtar da pisdir. Həddindən çıxson pisdir, həddindən az olsa da pisdir. Məsələn, əgər bir uşağın ortabab götürsün, xərci ayda, məsələn, əgər 200 manat olsa, əgər ona 50 manat verirsən, o da pisdir. Əgər 1000 manat verirsən, o da pisdir. Uşağın həddi var, xərcinin də həddi var, hesabının da həddi var. Ona görə də Həzrətdən soruşdular, nəfəqə nə qədər olsa yaxşıdır? Həzrət buyurdu ki, iki pisin ortası. İsrafda olmasın, iqtarda olmasın. Peyğəmbərdən sual elədilər. Həzrət özü, Peyğəmbər özü bu ayənin barəsində buyurdu, mən ə'ta fi qeyri haqqin fəqəd əsrəfə. Əgər bir insan i'ta eləyir, verir, bağışlayır, amma fi qeyri haqqin, həqiqətdə yox, həqiqətə əsasən də yox, haqqıdan çıxır, israf eləyir. Və mən mənə min haqqin, əgər haqqıdan da az olsa, fəqəd qətərə, o da iqtar eləyir. Ortabab. Nə israf olmasın, nə də iqtar olmasın. İmam Sadiq əleyhissalam Loğmanın barəsində danışır, deyir Loğman oğluna nəsihət eləyəndə buyurdu ki, oğlum, lil musrif salasu əlamatin. İsraf eləyən insanın 3 əlaməti var. Yəştəri ma leysələh. Bazarlıq eləyir, özünə yox. Və yəlbis ma leysələh. Paltar alır, özünə yox. Və yəəkul ma leysələh. Yiyir, özünə yox. Yəni nə bu? Bu nə oldu? Yəştəri ma leysələh. Bazarlıq eləyir. Öz həddində ki, mənə bugün nə qədər lazımdır, bu həftə nə qədər lazımdır, belə bazarlıq eləmir. Bir qədər bazarlıq eləyir ki, özü də yiyəcək, ondan qalanın çölə tökəcək. Deyir, bazarlığının hamısı özünündür. Biyazı zibil qabınındır. Və yəlbis, paltar alır özünə, ma leysələ. Hamısını özü üçün almır. Artıq qalacaq, ya tökəcəklər, ya gedəcək, israf olacaq. Və yəəkul ma leysələ. Nə yeməkdə, nə geyməkdə, nə bazarlıqda. İmam Sadiq əleyhissalamın qonaqları gəlmişdi. Əmr elədi, xurma gətirdilər. Xurmanı gətirdilər, qoydular, rutəb, yaxşı xurmaların biridir. Bəziləri yedilər,
Tumun tulladılar başqa yerə. Tumun, özün yox. Bağıdı oturmuşdular, çölüdü oturmuşdular. Həzrət buyurdu, xurmalardan gətirin. Gətirdilər, qoydular. Bəziləri onlar yedilər, tumun tulladılar. Həzrət gördü. Buyurdu ki, eləmə bu işi. Bu israfdır. Allah fəsadı sevmir. Xurmanın, tumun. Niyə? Dedi, onu zibilə atma. Onu elə-belə tollama. Onları yığın, apararlar, əkəllər, xurma çıxar. Oracan diqqət elədi. Oracan diqqət eləyir. İnayət eləyir. Bunun əsasında bizim həyatımıza baxanda görürsən ki, biz onda nə qədər səhv eləyirik. Nə qədər səhvə yol veririk. Peyğəmbər keçirdi, sahabələrin biri dəstəmaz alırdı. Həzrət baxdı onun dəstəmazına. Sə'd adında Peyğəmbərin bir sahabəsi var idi, dəstəmaz alırdı. Həzrət gördü, bu dəstəmazda çox su işlədir. Çox su, həddindən çox su işlədir. Buyurdu, israf eləyirsən suda. Ona təəccüb gəldi. Dedi ki, ya Rəsuləllah, dəstəmaz suyunda da israf olar. Həzrət buyurdu, nəəm və in kuntə əla nəhrin carin. Hətta axar suda da dəstəmaz alsan, israf eləmə. Lazımlı qədər götür. Tələm-tələsi ilə yox. Az su yox. Lazımlı qədər götür. Amma indikən açıbsan kranın suyun, dəstəmaz alırsan, ovucu doldurdun, töhdün qolların üstünə, dəstəmazı alanda onu bağla. Ta nə qədər qolları yuyursan, qoy su getməsin. Qoy su getməsin. Ona deyirlər, etidal. Həddi riayət eləmək. İsraf hər şeydə mümkündür. Riayət ən yaxşı yoldur. İsraf hər şeydə mümkündür. Riayət ən yaxşı yoldur. Yeməkdə israf mümkündür. Quran buyurur, kulu vəşrəbu, yiyin, için və la tusrifu. Amma israf eləməyin. İnnəhu la yuhibbul musrifin. Allah israf eləyənlərdən xoşu gəlmir. Bağışlamaqda deyir, infaq elə, amma israf eləmə. Vəllezine izâ enfaqû, infaq eləyəndə ləm yusrifu və ləm yəqturu. Nə israf, nə iktar. Və kânə beynə zâlikə qəvâmâ. Bunların ikisinin ortasında. Hətta əgər məsələn qəzavət eləyirsən, 2 nəfər gəlib sənə dərdin deyir, sən qəzavət eləyirsən, həq kiminəndir? Buyurur, orada da israf eləmə. İnnəllâhə la yəhdi mən huvə musrifun və kəzzab. Birinin haqqına girmə, israf eləmə, həq nədir onu danış. Bir balaca bundan dostam, buna tərəf yönələm, buyurur israf diyor da. Hətta qisas eləyəndə, qisas nədir? Qisas budur ki, əgər bir nəfər bilərəkdən vırıb birini öldürüb, öldürülənin adamlarının ixtiyarı var, o öldürəni öldürələr, qatili öldürələr. Quran buyurur ki, burada fəla yusrif fil qətl. Eybi yoxdur, qisas eləsinlər. Amma qətlidə israf eləməsinlər. Qətlin israfı nədir? Qətlin israfı budur ki, məsələn bir dənə qəbilədən əgər bir nəfəri öldürüblər, o qəbilənin cəmaati, o məhəllənin cəmaati deyə bizdən bunu öldürüb, gör onlardan neçəsini öldürəcəyəm, yox olmaz.
Əmirul Müminin əleyhissalatu vesselam. Elə ki, İbn-i Mülcəm Həzrəti zərbətlədi, Həzrət vəsiyyətində Əbdülmüttəlibin balalarına, nəvələrinə, yəni öz balalarına vəsiyyət elədi, buyurdu, məbada mənim ölməyimi bahanə qərar verəsiz, biddə düşə biddənin canına. Əlini bahanə eləyib, qətlidə israf eləyəsiz və müsəlmanların qanı tökülə. O gələdiyə Əmirül Müminini öldürüblər, bu gələdiyə Əmirül Müminini öldürüblər, əlindən gələni eləyə, buyurur, yox, onları eləməyin. Əgər mən bu zərbətinə ölsəm, ki, mənə İbn-i Mülcəm vurub, əgər bu zərbətinə mən ölsəm, mənim qatilimə bir dənə zərbə vuracaqsınız. Bir dənə zərbə vuracaqsınız. Ondan artıq israfdır. Və bunu əmr elədi. Buyurdu, belədir. İsraf hər şeydə pisdir. Hər şeydə haramdır. Ona görə də baxın tarixə görün. Bizim imamlarımız, peyğəmbərlərimiz necə yaşayıblar? Onlar bizə höccətdir. İmam Hadi əleyhissalam, 10-cu imam, Mütəvəkkil Əbbasının məclisinə getdi, başında bir yaxşı əmmamə bağlamışdı. Mütəvəkkil baxdı, etiraz elədi. Dedi, əmmaməni neçəyə alıbsan? Həzrət baxdı, dedi, bunu dostlarımın biri mənə hədiyyə eləyib. Amma bilirəm, o 500 dirhəmə alıb bunu. Dirhəm gümüşdür. Dinar bahadı qızıldır. Dirhəm gümüşdür. 500 dirhəmə alıb bunu. Mütəvəkkil baxdı, dedi, israf eləyibsən əmmamədə. İndi gör, kim kimə etiraz eləyir. Ruzigar belədir. Ruzigar belədir ki, mütəvəkkil gəlir, İmam-ı Hadi əleyhissalama deyir, israf eləyibsən. Bütün zamanlarda belədir. O adamlar için mütəvəkkil ilə İmam-ı Hadini tanımadılar, o adamlar mütəvəkkildən yapışdılar, İmam-ı Hadiyə dedilər, israf eləyibsən. O adamlar için mərifətləri var idi onların, imaməti bilirdilər nədir, onların heç tükündən tərpənmədi. Onlar imanlarında sabit idi. Bilirdilər bunlar fasıqdilər. Bilirdilər bunlar oyun oynuyorlar. Bilirdilər bunlar torba tikəndilər. Onlar bilirdilər bunu. Odur ki, onların sözləri ilə oynamadılar. Həzrət baxdı, gördü Allah, mütəvəkkil mənə deyir, israf eləyibsən. Orada da gizlətmədi. Dedi, eşitdim bu axır vaxtlarda özüvə bir kəniz alıbsan 1000 dinara. Dirhəmə yox, dinar qızıldır. Dedi, 1000 dinara qızıl alıbsan. Düzdür? Dedi, hə, düzdür. Dedi, mən bədənimin üzvünün ən yaxşısına 500 dirhəm vermişəm. Sən bədənin üzvünün ən pisinə 1000 dinar veribsən. Sən mənə deyirsən, israf elə. İsraf eləyibsən. Başını saldı aşağı. Dedi, mən bilirəm. Bəni Haşim ilə gərək danışmayasan. Bəni Haşim ilə gərək danışmayasan. Ona görə də bax buyurur ki, əgər insan öz həyatında, xərclərində, sudan, işıqdan, telefondan tutmuş, yeməkdən tutmuş, paltardan tutmuş, hər bir şeydə həddindən çıxsa, ona deyərlər israf. Əgər həddin riayət eləsə, o düz eləyir. Suyu açıbsan, dəstəmaz alırsan, su gedir, o israfdır. Hamamlarda duş qəbul eləyirsən, açıbsan, su gedir. Bir yanda da özü sabunla yuyursan, su da gedir, onlar hamısı israfdır. İşıqları yandırıbsan, otaqların hamısında, bir otaqda oturubsan, 4 otaqda çıraq işıq yandırıbsan, buyurur, onlar hamısı israfdır.
Və israfın şər'ən hökmü var və o hökm insanı məcbur eləyir ki, öz boynundan vacibi versin və boynunda qalmasın. Yəni məşğul zimmə olar. Allah hamımızın aqibətimizi xeyr eləsin və inşallah bizi şeytan şərrindən, nəfs-i